Türkiyə şirkəti Rusiya daşımalarından imtina eləyib. Türkiyənin Beşiktaş Shipping şirkəti tankerlərdən birinin Senegal sahillərində zərər görməsindən bəhs eləyib və bundan sonra Rusiya ilə bütün gəmiçilik əməliyyatlarını dayandırıb. Şirkətin bəyanatında bildirilir ki, Beşiktaş Shipping Rusiya ilə bağlı bütün əməliyyatları dərhal dayandırır və artıq bu istiqamətdə reyslər həyata keçirməyəcək. Qeyd olunur ki, şirkət bütün beynəlxalq sanksiya rejimlərinə və ticarət məhdudiyyətlərinə ciddi şəkildə əməl edib, lakin regiondakı təhlükəsizlik durumu kəskin şəkildə pisləşib. Beşiktaş Shipping üçün personalın və aktivlərin təhlükəsizliyi ən yüksək prioritet olduğundan gəmilər və ekipajlar üçün risklər qəbul edilməz həddə çatıb və buna görə də şirkət bu tip əməliyyatları dayandırmaq qərarı verib. Dekabrın 1-də Senegalda Mersin adlı tankerin yaxınlığında partlayışların da baş verdiyi vurğulanıb. Beşiktaş Shipping nümayəndələri bildiriblər ki, gəmi təhlükəsizdir və heç bir təhlükə yaratmır. 28 noyabrda isə Qaradənizdə Türkiyə sahilləri yaxınlığında Qambiya bayrağı altında Rusiyaya doğru gedən Kairos və Virat tankerlərinə hücum olunmuşdu. Hücum nəticəsində Kairos gəmisinin maşın bölməsində yanğın baş vermiş və Virat ekipajı isə gövdənin zədələnməsi barədə məlumat vermişdi. Elə ertəsi gün Virat yenidən pilotsuz uçuş aparatları tərəfindən hücuma məruz qalmışdı.